ilə Türkiyəyə gələrkən özümüzlə ət gətirə bilərikmi? Azərbaycanlıların çox tez-tez rastlaşdığı bu problemə aydınlıq gətirəcəyik. Təyyarə ilə Azərbaycandan Türkiyəyə gələrkən çantanızda əgər ət olarsa bu fərqi yoxdur. İstər kabində olan bagaj, istərsə də kabindən kənarda təhvil verdiyiniz bagajlarınızda ət olması sizə problem yaradacaq. Yoxlanış zamanı gömrük bu əti qəbul etməyəcək. Çünki həmin ətlər uzun məsafəli yol gəldiyi üçün onların irəli sürdükləri səbəb budur. Uzun məsafəli yollarda bu ət xarab ola bilər və müxtəlif zəhərlənmələrə səbəb ola bilər. Tək çiğ ətdən söhbət getmir. Digər ət məhsullarının da gətirilməsi qadağandır deyə açıqlama verilib. Deyə bilərsiniz ki, mən ət keçirtmişəm və heç bir problem yaranmayıb. Bu ancaq sizin həmin gün şanslı gününüzdə olduğunuz deməkdir. Çünki yoxlanış zamanı gömrük əməkdaşları tərəfindən həmin ətlər sizdən alınır. Çünki qeyd elədiyim kimi qadağandır. Ancaq Türkiyədə, ölkə daxilində ətlərin müəyyən qaydalar çərçivəsində hava yolu ilə daşınması qadağan deyil. Çünki qısa məsafə gəldiyi üçün onların irəli sürdüyü səbəb budur. Qısa məsafəli yol gəldiyi üçün ətlərin xarab olma ehtimalı çox azdır. Ona görə də ölkə daxilində uçuşlarda ətlərin gətirilməsi problem yoxdur. Ancaq bir şərtlə həmin ətlərin dondurulmuş olması vacibdir.